Ərazi Xırdalan şəhərinin tam mərkəzi. 2 və 9 nömrəli məktəb. Baxın, köhnə bazar. Bu Həndəvərdə 3 otaq kupçalı, tam dolu əşyalı evimiz bugünkü gündə 75 min manatla satılır. Baxın, bu ərazidə deyərdim ki, hər deyəndə ev satışa çıxmır. Ümumiyyətlə, bu ərazidə ev tapmaq da çətin, müşkül məsələdir. Dəyərli dostlar, həmin evin çəkilişinə gedirik. Hər dəfə ara sıra videolarda xatırlatma edirəm ki, biləsiniz ki, bizim bütün sosial şəbəkə kanallarımızda paylaşılan videoların şərh bölümü daima açıqdır. Mənfi və ya müsbət, fərq etmir. Öz fikirlərinizi, düşüncələrinizi, təklif və iradlarınızı mütləq şəkildə bizə bildirin. Bu bizim işimizin keyfiyyətinin artmasında sizin bizə etmiş olduğunuz köməkdir. Biz də bu köməyin əvəzində öz işimizi təkmilləşdiririk. Sizə daha faydalı, daha səmərəli xidmət etmək ilə tanış olduq. Yəqin ki, ev axtaran dostlarımız mənimlə razılaşar ki, bugünkü gündə bu ərazidə ev tapmaq çox müşkül bir məsələdir, çətin bir məsələdir. Hələ kupçası olsun, hələ əşyalı olsun, 3 otağı olsun. Bugünkü gündə 75 min manata bu ərazidə ikinci belə bir təklif yoxdur. Demək, həmişə olduğu kimi əsas giriş qapısından çəkilişə başlayaq. Baxın, bura əsas giriş qapısıdır. Əsas qapıdan evə daxil olduqda bizi qonaq otağı qarşılayır. Ətraflı qonaq otağı ilə tanış olaq, sağdan davam eləyək bir-bir tanış olmağa. Mətbəx sahəsidir, mətbəx mebeli yığılıb, bütün şərait yaradılıb. Deyərdim ki, əlavə heç bir maddi vəsait sərf etməyə ehtiyac yoxdur. Xırdapara yəqin ki, ehtiyac var işlərə, amma bugünkü gündə qlobal heç bir əlavə xərc yoxdur burada. Burada evin ilk başda tanış olduğumuz otaq və burada isə sonuncu otaq. Qiymət 75 min manata. Xırdalan şəhəri, 2 və 9 nömrəli məktəb. Bazar, baxın, bu Həndəvərdə, bu ərazidə ev satılır. Həyəti var, çardaqlı, üstü bağlı, oturmağa, durmağa həyəti var. Dəyərli dostlar, siz də əmlak işlərində bizimlə əlaqə saxlayın. Bu sahədə sizlərə xidmət göstərə bilməyimiz üçün bütün imkanlarımız var. Böyük bir əmlak bazamızdan tutmuş nəqliyyat vasitələrimizə kimi hər cür şərait yaradılıb ki, bugünkü gündə sizlərə operativ şəkildə, keyfiyyətli şəkildə, səmərəli şəkildə xidmət göstərək. Əlaqə saxlayın, işlərinizdə canla başla sizlərə xidmət göstərməyə hazırıq. Sağ olun, salamat qalın.